A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Həzrəti Əli əleyhissalam belə buyurmuşdu. Allaha qarşı günah edilməyən gün bayramdır. Salamlayırıq əziz Quran sevərləri, dəyərli izləyiciləri. Bir elanı ki, qeyd eləyək ki, artıq Ramazan ayı yekunlaşır. Qarşıdan Fitr bayramı gəlir və demək olar ki, biz bu Ramazan ayından nə istifadə elədik. Allah qəbul eləsin hər birimizin ibadət itaətlərimizi. Və qarşıdan gələn Fitr bayramı münasibəti ilə sizləri təbrik edirik. Və bugünkü gün inşallah bu Fatihə surəsini biz yekunlaşdıraq. Ramazanın xətmi ilə həm də biz Fatihə surəsini yekunlaşdıraq. Allahın izni ilə qalmışdı 2 ayə. Bundan əvvəlki həmin o dərsdə biz 5 ayəni demişdik. İlk 5 ayə və qalmışdı 6-cı və 7-ci ayələr. Sadəcə lövhədə yer yox idi deyə onu qeyd eləyə bilməmişdik. Baxın 6-cı ayə. Allahın izni ilə baxın başlayaq. Bismillahirrahmanirrahim. Başladıq Allahın izni ilə. Həm oxunuşu deyərik və baxın 6-cı ayənin ilə tərcüməsini də yerləşdirdim deyə yazdım. Lakin 7-ci ayənin tərcüməsini beləsinə inşallah şifahi şəkildə deyəcəm. Ya Allah, baxın. İhdinə. Başlayaq oxumağa. İhdinə. Burada, əgər biz burada saxlamasaq, baxın, bu keçid var deyə bu uzatma uzadılmır. Amma keçid olmasaydı biz bunu oxuyacaqdıq. İhdinə. Amma elə deyil. Və necə oxuyacağıq? Keçid var deyə birbaşa sada keçir. İhdinəs. İhdinəs. Sada keçdi, qalındır da. İhdinəs. Nəs. Baxın, bir şeyi vurğulayaq ki, çox adam deyir, ehdinəs deyir, ehdinə deyil. Ehdinə, baxın, özünüz görürsünüz də, burada yoxdur ki, İdi kəsrədir və oxunuş zamanında olmalıdır. İhdinəs sirata. Bir də gedirik. İhdinəs sirata. Sirata. Ra uzanır. Sirata. 2 də həm sadı deyirik. İhdinəs sirata. Birinci sadı sükunlu deyirik. Şəddə işarəsi var. Sonra hərəkəsi ilə. İhdinəs siratal. Yenə keçid elədik. Tal dayanmırmış. Demək dayanmırıq. Burada baxın vəslə işarələri ki var. Orada göstərir ki, yəni dayanmayın. Keçid eləyin birbaşa. İhdinəs siratal. Tal. Ta qalındır. Siratel yox. Məsəl üçün eşitmişik də. Məsələn deyirlər siratel. O tə deyil. Baxın qalın ta hərfidir. İhdinəs siratal mustəqim. Bir daha oxuyuram. Mustəqim. Dayanırıq deyə hərəkət sükuna çevrilir. Necə oldu? İhdinəs siratal mustəqim. Qaf uzandı, sondakı qaf. Mustəqim. Bu şəkildə baxın. Bir daha oxuyuruq. Oxunuşa diqqət edin və dilinizdə çoxlu təkrarlasanız, bilirsiniz ki, namazda da deyirik. Allahın izni ilə bu ayələri hər gün deyirik. Bir daha oxuyuram. İhdinəs siratal mustəqim. Burada uzatma bir dənə qafdadır. Mustəqim. Tərcüməsini də baxın yazmışam. Bizi doğru yola hidayət et. Yəni Allahdan istəyir ki, ilahi bizi doğru yola hidayət et, doğru yola yönəlt. Vurğulayır və bunu da qeyd edeyim ki, bizim hər gün etdiyimiz bizə vacib olan dua, baxın bu duadır ki, Quran-Kərimdə Fatihə surəsindədir. Çünki nəyə görə vacibdir? Namazda qılanda, biz namaz qılanda mütləq Fatihə surəsini deməliyik. Və gün ərzində, o gündəlik namazlarda minimum 10 dən Fatihə surəsi deyilir. Və burada vurğulanır, baxın,
gündə də biz həmin bu ayəni işlədirik və bu duanı eləyirik. Mütləq görürsünüz, Allah bizə vacib buyurubdur ki, hər gün bu duanı eləyin. İlahi, bizi doğru yola hidayət et, yönəlt. İndi inşallah biraz izahat verək ki, hidayət nədir? Baxın, hidayət var birinci, təkvini hidayət deyirlər. Quran-ı Kərimdə baxın, hidayət iki yerə bölünür. Yəni, bu o hidayətdir ki, bal arısını nümunə göstərə bilərik. Bal arısı yaradılışdan belədir ki, görürsünüz necə möcüzəvi şəkildə balı, o demək gülün üzü, pətəyin üzərində bal çəkir və sonra pətəkdə bal demək yerləşdirir. Yəni, bal arısının hərəkətlərinə diqqət eləyəndə insan yəni, o möcüzəni görür və heyrətamiz olur ki, yəni, bu bir şuursuz bir canlı bunu necə edə bilər? Bu təkvini hidayətdir, yəni yaradılış hidayəti. Və bir də var ki, təşrii hidayət. O, dediyim kimi, digər yaradılmış, məsəl üçün, canlı, şuurlu olan insana aiddir. Bu hidayət də odur ki, Allah Taala ona, insana şuur verir və ona peyğəmbər göndərir, kitab göndərir və doğru yolu ona yönəldir. Baxın, doğru yolu ona göstərir ki, insanda da şuur var, ona görə bu şuurla doğru yolu insan özü seçir. Yəni, öz azad iradəsi ilə bu yolu seçir. Və Allahdan nə istəyirik? Bizi doğru yola hidayət eylə. Baxın, sirat sözü Quran-ı Kərimdə 40 dəfədən artıq işlədilibdir. Diqqət edin və cəhənnəmin də üzərində salınmış körpünün də adı siratdır. O deyir ya, sirat körpüsü. Baxın, odur və müstəqim, doğru yol. Yollar, demək ki, Quran-ı Kərimdə göstərilir ki, neçə dənə yollar var. Nəfsi istəklərin yolu, şeytani vəsvəsələrin yolu, ata-babaların yolu, Allah və onun övliyalarının yolu. Baxın, neçə dənə, hətta bu yolları daha da çoxaltmaq olar. Məsələn, zalimlərin yolu və s. Və Allahdan nə istəyirik? Deyirik ki, ilahi bizi doğru yola yönət. Yəni, Allah və onun övliyalarının yoluna. Yəni, məsumlar, imamlar qeyd edirlər ki, həmin bu doğru yol bizik. Çünki bunlar imamlar, peyğəmbərlər, ideal rəhbərlərdir bizə görə ki, yəni biz həmin o kəslərə baxıb onların ardınca getməliyik. Demək, oxuduq ki, İhdinəs siratal müstəqim. Bizi doğru yola hidayət et. Və bir məsələ də budur ki, bir kəs deyə bilər ki, ilahi, mən namaz qılıram, oruç tuturam, mən necə, yəni bunu yenə niyə istəyirəm ki, onsuz da ki, mən doğru yoldayam da. Yəni bunu deyə bilər, amma bu doğru yol anlamı, dediyim kimi, Quran-ı Kərimdə təkcə dinə aid deyil, yəni genişdir. Baxın, peşədə, ixtisas seçimində, dost seçimində, ailə seçimində, ümumiyyətlə insanın qarşısına gündəlik və bütün ömrü boyu nələr çıxırsa, nə işlər çıxırsa, Allahdan hər birinin üçün doğru yolu istəyirik. Yəni, doğru olan hansıdırsa ona yönəlt. Yəni, bu həmçinin də onu vurğulayır və doğru yolda olan kəs üçün də doğru yolda sabit qalması üçün bu duanı, yəni, baxın, Quran-ı Kərimdə bu ayəni edir, bu ayəni deyir. İhdinəs siratal müstəqim. Bu şəkildə, baxın, bizi doğru yola hidayət et, yönəlt. 6-cı ayə idi. İndi keçdik 7-ci ayəyə. Sonuncu ayədə, baxın. Sirata. Yenə eyni, baxın, kəlmədir. Yenidən işlənib. Siratallezine. Siratallezine. Zə pəltəkdir. Həm oxunuşu deyirik Allahın iznilə və bir də tərcüməni deyirik. Diqqət edin, çünki insan onu dediyi zaman və yaxud namazda təkrarladığı zaman tərcüməsini də bilsə gözəl olar. Siratallezine. Lezine keçdi. Siratallezine. Ən'amtə. Baxın, diqqət edin. Ən'amtə. Ayn. Baxın, bu hərf ayn hərfidir. Ən'amtə deyirlər, məsəl üçün. Ən'amtə düz deyil. Ən'amtə. Ən'amtə. Sonra aleyhim. Ən'amtə aleyhim. Bura kimi gəldik. Necə olacaq? Siratallezine ən'amtə aleyhim. Sonra
Qayril. Baxın, qayril. Ril yenə keçir. Bu vəslə işarəsini harada gördünüz? Dayanmayın burada. Yəni, bu hərəkədə dayanmayın. Keçid eləyir. Qayril məğ. Qayindi yenə. Məğ. Burada ayn idi. Burada isə qayindi. Q hərfi. Məğdubi. Bir də oxuyuruq. Qayril məğdubi. Mütləq baxın bu hissələrdə, baxın 2 dənə dad hərfi var. Onları mütləq qeyd eləmək lazımdır ki, çox yerdə ümumiyyətlə Azərbaycan dilinə tərcümə olunan namazın sözlərində o dadlar, yəni o d olanlarda belə deyim, daha çox yəni d səsi ilə çıxarılan hərflər ki var, bu dad hərfi, o z kimi deyilir, məğzubi. Yəni məğzubi və yaxud da ki, vələzzalin demək bu səhvdir. Bu şəkildə deməyəcəyik. Yəni burada dediyim kimi bu hərfi dediyimiz zaman ağzımızdan deyirlər d ilə z hərfinin qarışığıdır, amma daha çox d səsi çıxmalıdır. Və dediyim kimi, yəni d ilə z-nin qarışığıdırsa və sən məsəl üçün bir insan ola bilər ki, onu deyə bilməz. Z kimi deməməlidir. Onu deməlidir ki, d kimi desin. D-yə yönətsin yenə də. Baxın, qayril məğdubi aləyhim. Yəni aləyhim, aləyhim. Uzatma yoxdur. Ayında boğazdadır. Mütləq baxın, diqqət eləyin. Bu ayədə bir pəltək var. Sonra ayn var, yenə ayn var. 3 dənə baxın, görürsünüz, burada ayn hərfi var. Ən'amtə aləyhim qayril məğdubi aləyhim. Vələ. Vələdir, amma keçid var. Vələd. Baxın, vələddallin. İndi bir daha oxuduğumuz zaman izahat verəcəyik ki, necə oxunmalıdır. Baxın, bu dad hərfinin biri soruşar ki, necə çıxardım? Dilin ucu, baxın, dedikcə siz özünüzdə onu yoxlayın. Dilin ucunun sağ və yaxud sol tərəfi, yəni ikisindən biri dilin ucunun alma. Demək, biz sol tərəfi seçsək, arxa üst azı dişlərə, arxadan üst azı dişlərin içəridən həmin o ətlə birləşən hissəsinə dəyir. Və yaxud da sürtülür. Baxın, dilin ucu, məsələn, sol hissəsi, dilin ucunun sol tərəfi, arxada üst azı dişlərin içəridən dəyməsi, içəridən baxın, ətlə birləşən hissəsi. Qayril məğdubi aləyhim vələddallin. Və nəyə görə bunu bu qədər uzatdıq? Bu çox mühüm məsələdir. Yəni, məddir, demək, vacibi məddir. Baxın, diqqət eləyin. Məddi lazım deyirlər. Ona görə biz həmin bu dalindəki, baxın, bu uzatma ki var, onu biz namazda olsun və yaxud Quran oxuduğumuz zaman olsun, çalışmalıyıq ki, ən azı minimum deyirlər ki, 4 hərəkə olmalıdır. Yəni, uzatması 4 hərəkə olmalıdır. 4 hərəkədə təxmini deyimdə 3 saniyə eləyərdə. Baxın, vələddallin. Mütləq şəkildə demək, 4 hərəkədən aşağı uzadılmamalıdır. Və deyilir ki, əgər nəfəsiniz çatırsa, məsəl üçün, Quran oxuyanda və yaxud namaz qılanda 6 hərəkədə uzada bilərsiniz. 6, 5, 4. Yəni, onları vurğulanır. Yəni, 3-4 saniyədən yuxarı uzadılmalıdır da, əgər nəfəsiniz daha çox çatırsa. Necə oldu? Qayril məğdubi aləyhim vələddallin. Dadan gətirəndən sonra dal, baxın, ləmdən də 2 dənədir. Dallin. Dallin. Yəni, onları ləmdən 2 dənədir. Onu yəni, şəddəli şəkildə deməlisiniz. Sonda da nə olur? Yenə uzatmadır. Vələddallin. Bu şəkildə oxunur. Baxın, diqqət edin, Fatihə surəsi bu şəkildədir, amma içərisində hər cür xırdalıqlar, incəliklər var. Onları da bir də həm əziyyət çəkib, üstündə
demək üstünə düşüb oturub oxusanız, Allahın izni ilə, yəni görürsünüz ki, asandır. Və dil öyrəşənə kimidir. Necə ki, indiyə kimi, məsəl üçün, Fatihə surəsi dilimizə necə öyrəşibdir, biri desə Fatihə surəsində artıq dilini öyrəşən cürəni deyəcəksən, məsəl üçün. Lakin burada otursaq, məsəl üçün, hər bir hərfin məxrəcini təhlil eləsək, hansı qalındır, hansı pəltəkdir, onları desək və dilimiz ona öyrəşsə, Allahın izni ilə heç bir problem olmayacaq. Yəni, gələcəkdə də elə ancaq bu şəkildə deyəcəyik. Və çox mühümdür. Nəyə görə? Çünki biz Allahın izni ilə namaz qılırıq. Namaz qılmayanlar da inşallah yəni namaz qılsınlar və ən azı bu Fatihə surəsini öyrənsinlər. Yəni, belə deyim. Çünki namaz qılan şəxs bu Fatihə surəsini bilməlidir. Ümumiyyətlə, namaz qılmayan kəs isə gündəlik yenə, gündəlik dualarında, zikirlərində, ibadətlərində bir ən azı Fatihə surəsini səsləndirsin, desin. Demək, bir daha gedirik. Sıratallezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Mütləq şəkildə uzatmalıyıq. Bundan əvvəlki ayədə baxın, deyilirdi ki, bizi doğru yola hidayət eylə, yönət. Sonra deyilir ki, sıratallezine, o kəslərin yoluna ki, ən'amtə aleyhim, onlara neymət vermirsən. Yəni, neymət verdiyin kəslərin yoluna yönəlt. Sonra nə deyir? Qayril məğdubi aleyhim, yəni qəzəbə düçar olmuşların və azmışların yoluna yox. Birinci demək hissədə deyir ki, yəni bizi doğru yola hidayət eylə, yönət. Sonra vurğulayır ki, hansı yola? Neymət vermiş kəslərin, neymət verdiyin kəslərin yoluna, azmışların və qəzəbə düçar olmuşların yoluna yox. Yəni, diqqət edin, ən'amtə, neymət kəlməsi gəlir. Neymət kəlməsi gəlir, yəni neymət verilmiş kəslər kimlərdir? Birdən sual gələr ki, yəni neymət, biz bəzən maddi neymətlər, məsəl üçün, çox vaxt bilirik. Yemək neyməti, içmək neyməti, geyim, pul və s. Amma bu, baxın, bu ayədə vurğulanan neymət qəti şəkildə o deyil. Çünki deyilir ki, bizi neymət verdiyin kəslərin yoluna yönəl. Qəzəbə düçar olmuş və azmışların yoluna yox. Baxın, indiki dövrdə, indi özü diqqət eləsəniz, azmışlar da qəzəbə düçar olmuş olsun, kafir olsun, ümumiyyətlə kim olur olsun, Allah ona yemək, içmək, yəni bu neymətləri verir. Biz onu vurğulamışdıq ki, bu Allahın Rəhman adına, yəni Rəhman adının təzahürüdür. Ki, dünyada bütün məxluqata, bütün yaradılışa qarşı mehribandır, yəni rəhimlidir, rəhmandır, yəni bağışlayandır. Bu şəkildə, lakin burada ən'amtə, yəni neymət kəlməsi isə onlara vurğulanır ki, baxın, peyğəmbərlər, imamlar, siddiqlər, şəhidlər və s. Bunlar demək, Allahın neymət verdiyi kəslər. Baxın, sıratallezine ən'amtə, yəni neymət verilmiş kəslər bu deyiləndə həmin o kəslər nəzərdə tutulur. Və deyilir ki, qəzəbə düçar olmuş və azğınların yoluna yox. Baxın, qəzəbə düçar olmuşlar bir zümrədir, azğınlar bir başqa zümrədir. Qəzəbə düçar olmuşlar Quran-ı Kərimdə fərd kimi göstərsək, bir-bir yəni ayələrdən misal göstərsək, Firondur, Qarundur, Əbu Ləhəbdir və s. Bunlar qəzəbə düçar olmuş fərdlərdir. Lakin qəzəbə düçar olmuş demək, qövmləri göstərsək, Ad qövmü, Səmud qövmü, Lut qövmü, Bəni İsrail və s. Bunlar da nədir? Qəzəbə düçar olmuş qövmlərdir. Onu vurğuladı və onların deyil yoluna yox. Və kimin yoluna yox? Vələddallin. Azğınların yoluna yox. Azğınlar kimlərdir? Azğınlar da Quran-ı Kərimdə baxsaq, kafirlər, müşriklər, imanı küfrə dəyişənlər, hətta kafir ilə dostluq edən müsəlman. O da azğınların cərgəsinə daxildir. Kafirlər ilə dostluq edən müsəlman. Yəni qəlbində o kafirlərə, o zalımlara meyl var, məhəbbət var. O da həmin o azğınların zümrəsinə daxildir. Azğınlar, azdırıcılar kimlərdir? Yəni bu azğınlar
kim tərəfindən azdırılır? Orada da yenə buyurulur ki, iblisdir. Fironun özü azğın idisə, həm qəzəbə düçar olmuş idisə, həm də azdıran idi. İnsanları azdırırdı. Və pis dostun özü, məsəl üçün, zalım hakimin özü, bunlar hamısı özləri də azdırandılar. Yəni, insanları azdırırlar. Nəfsi istəklərin özü, yəni o nəfsi istəklərə tabi olsan, azacaqsan. Orada vurğulayır ki, azğınların yoluna və qəzəbə düçar olmuşların yoluna yönəltmə. Bizi yönəld, ilahi, kimlərin yoluna, nimət verdiyin kəslərin yoluna yönəld. Bu şəkildə, baxın, bu da Fatihə surəsinin sonudur, yekunlaşdı bu şəkildə. Bir də başdan oxuyaq. Bismillahirrahmanirrahim. İhdinəs-siratal mustaqim. Sıratallezine en'amte aleyhim gayril mağdubi aleyhim veleddallin. Bu şəkildə bugünkü dərsimiz Allahın izni ilə burada yekunlaşır. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Çalışın ki, həmin baxın bu Fatihə surəsinin üzərində mütləq düşün, onu doğru düzgün tələffüz eləməyi öyrənin. Allah hər birinizi zehin açıqlığı versin, müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullah.